Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Hacı Zeynalabdin Tağıyev layihəsi keçirildi. Aydınlığa doğru milli mənəvi dəyərlərin qorunması və damla az təminatlı ailələrə qayğı ictimai birliyinin 2022-ci ildən bəri Bakının əksər universitetlərində, texniki peşə məktəblərində həyata keçirdikləri Tağıyev irsinin bərpası, inkişafı və gənclər arasında təbliği adlı davamlı layihəsi aprelin 10-da Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında baş tutdu. Bu, layihənin bölgələrdəki təhsil müəssisələrində keçirilən ilk təqdimatı oldu. Tədbiri UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov açaraq tədbirin əhəmiyyəti, məqsədi və Hacı Zeynalabdin Tağıyev şəxsiyyətinin tariximizdəki rolu barədə məlumat verdi. Tədbir qonaqların çıxışları ilə davam etdi. Millət vəkili Ceyhun Məmmədov çıxışında milli mənəvi və dini dəyərlərin qorunmasının əhəmiyyətindən danışaraq gəncləri bu dəyərlərə sahib çıxmağa çağırdı. Və bugünkü mövzumuz elə bir mövzudur ki, biz onun haqqında günlərlə, saatlarla danışa bilərik. Əsas bəzi məqamların üzərində mən duracağım. Birinci olaraq vurğulamalıyım ki, bizim xalqımız böyük xalqdır. Milliyyətindən asılı olmayaraq bizim hamımız Azərbaycançılıq məfkurəsi ətrafında birləşmişik. Və bizim çox zəngin mədəniyyətimiz var. Bizim çox zəngin tariximiz var. Bizim çox zəngin musiqimiz var. Bizim çox böyük tarixi şəxsiyyətlərimiz var. İmperiya dövrü, Sovet dövrü, bəzən ayrı-ayrı insanlar bizi fərqli bir istiqamətə yönləndirməyə çalışıblar və biz də bəzən özümüz haqqında o qədər də yüksək fikirdə olmamışdır. Amma bugün heç də bütün xalqların nizamisi yoxdur, nəsimisi yoxdur, füzulisi yoxdur. Alim Qasımov fenomeni dünyada təkdir. Şərqdə ilk demokratik respublikanı quran Azərbaycandır. Qadına ilk hüquq verən ölkə Azərbaycandır. Və çox məsələləri qeyd edə bilərik. Üzeyir Hacıbəyov bugün qeyd etdiyim kimi Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti, bunlar hamısı bizim dəyərlərimizdir. Mən bunları nə üçün qeyd edirəm? Çünki xalqın böyüklüyünü onun musiqisi göstərir, mədəniyyəti göstərir, tarixi göstərir və biz çox önəmli bir coğrafiyada, bölgədə yerləşirik. Daha sonra İslam bankçılığı üzrə beynəlxalq ekspert Anar Yusifzadə öz çıxışında halal zəhmətlə qazanılmış malın bərəkətindən danışdı. Hacı Zeynalabdin Tağıyev kimi şəxslərin uğur sirrinin məhz ali dəyərlərə bağlılığında olduğunu vurğuladı. Və orada bir hissə var, o da xeyriyyəçiliklə bağlıdır. Deyir ki, mənim kasıb atam, bir üstü kasıb ata varlı ata kimə deyir, yəni kasıb ata öz doğma atasına deyir, varlı ata isə o pul qazanmağı öyrədən kişiyə, yəni qonşu uşağın atasına deyir. Və deyir ki, yəni mənim kasıb atam hər zaman deyirdi ki, əşim mən kasıbam, mənim neyim var ki, mən neynə paylaşa bilərəm. Amma deyir, mənim varlı atam olsa da olmasa da başqalarına kömək etməyə çalışırdı. Bir qonşu gəlib ondan bir şey istəyəndə, gəlib mütləq ona gəlib kömək eləyər. Yəni pulu ilə də olmasa ən azından durardı, yerindən durardı, gedərdi, onun o ehtiyacını qarşılamaya çalışardı. Və Robert Kiyosaki bunu anlamır. Deyir, mən bunu düsturla sizə izah edə bilməyəcəm. Amma siz xeyriyyəçiliklə məşğul olacaqsınızsa, sizin varidatınız artacaq. Və bu bir qaydadır. Bu qaydanın bizim dildə bir adı var. Onun da misallarını indi verəcəm. Və onun adı bilirsiniz nədir? Bərəkət. Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, Mövlana Cəlaləddin Rumi və digər müdrik şəxsiyyətlərin hikmətli sözlərindən nümunələr gətirərək gəncləri mənəvi zənginlik və dərin düşüncə tərzinə sahib olmağa səslədi. Hacı Zeynalabdin Tağıyev bu şəxsiyyəti hansı dəyərlər onu ucaltmışdı? O, demək, əziz tələbələr, mənəviyyat dəyərlərə söykənir. Dəyərləri də düşüncələr nədir? İnkişaf
birləşdirir, formalaşdırır. Hər şeydən əvvəl insanın bir düşüncəsi olması lazımdır. O düşüncə bizim ruhumuzla bağlıdır. Damla İctimai Birliyinin sədri Nigar Abdullayeva isə xeyriyyəçiliyin yalnız maddi yardıma bağlı olmadığını, həm də insanlara faydalı olmaq, onlara dəstək vermək anlamına gəldiyini vurğuladı. O xüsusilə gənclərin bu sahədə fəallığının cəmiyyət üçün nə qədər dəyərli olduğunu qeyd etdi. Sizin hər birinizin gözəl bir hansısa bir fərd üzrə gözəl bir biliyiniz var. Yəni biz də tələbə olmuşuq, mən də ixtisasca mühəndisəm və bilirəm ki, biz instituta hazırlaşanda o dövrdə, yəni hərəmizin özümüzün sevdiyi bir fənd var idi. Məsələn, mən riyaziyyatı çox sevirdim. Bizim tələbələrdən istəyimiz odur ki, bilirsiniz ki, İslamda zəkat deyilən bir şey var. İnsanın bir il ərzində topladığı hansısa bir məbləğmi olsun, yəni necə deyim də sizə, hansı bir sahədə, hansısa bir toplum bir nəysə o varsa o adamın, yəni onun zəkatı verilməlidir ildə bir dəfə. Bir tələbə, sizin kimi bir tələbə, deməli Politexnik Universitetinin tələbəsi idi. O dedi ki, Nigar xanım, niyə də biz öz elmimizlə, savadımızın zəkatını verməyək? Və indi sabaha inam kurslarında sizin kimi tələbələr bizim 1 və 2 valideynini itirmiş uşaqlarımıza onlayn kurslar keçir, dərslər keçir, hansısa bir fən üzrə. Və həmən o onlayn kurslarla əlavə müəllim tutmadan bizim uşaqlarımız ali məktəbə qəbul olur. Sizlər onlara dərs deyirsiniz. Peşəkar müəllimlər yox, sizlər. Tədbirin əsas məqsədi tələbələrə Hacı Zeynalabdin Tağıyev kimi şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə bağlı məlumat vermək, vətənə, xalqa və insanlığa xidmət prinsiplərini gənc nəslə çatdırmaq idi. Səmimi mühitdə keçirilən tədbirdə qonaqlar tələbələrin onlara ünvanladığı suallara cavab verdilər.